Ermənistanda ictimai-siyasi gərginlik daha da artır. Bir həftədir hökumətin istefası tələbi ilə keçirilən aksiyaların davam etdirilməsinə qərar verilib. Nikol rədd ol, Nikol satqın şiarları isə təkcə paytaxt küçələrini deyil, şəhərlər arası yolları da bürüyüb. Kütləvi ixtişaşlara rəhbərlik edən Ermənistan parlamentinin sədr müavini İşxan Sağatelyan və ölkənin keçmiş Milli Təhlükəsizlik Xidməti sədri, parlamentdəki Şərəfin var blokunun rəhbəri Artur Vanitsyandır. İrəvanda baş verən ixtişaşların qarşısını almağa cəhd göstərən polis qüvvələri ilə etirazçılar arasında toqquşmalarda yüzlərlə fəal həbs edilib. Onlardan 20-si müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həbs olunanların əksəriyyəti daşnaqları dəstəkləyən tələbələrdir. Bugün saat 19:30-da isə müxalifətin ya olum ya ölüm devizi ilə İrəvanın Azadlıq meydanında ümumxalq mitinqi planlaşdırılır. Medianın yaydığı məlumata görə artıq paytaxta yaxın bölgələrdən və iri şəhərlərdən, xüsusilə Üçkilsə, Qəmərli, Ellər və Uluxanlıdan etirazçıların İrəvana axını başlayıb. Hökumət isə etiraz aksiyalarının qarşısını almaq üçün paytaxtın əsas yollarında polis postları qurub. Bölgələrdən İrəvan istiqamətində hərəkət edən iri tutumlu ictimai nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Gümrü, Qarakilsə və Araz dəyəndən paytaxtda hərəkət edən elektrik qatarlarının fəaliyyəti də dayandırılıb. Ermənistan mətbuatı bu səhərdən ölkə ərazisində internetin məhdudlaşdırıldığı barədə də xəbərlər yayıb. Aydın Eyvazov, Rüstəm Mikailzadə, Toğrul Quluzadə, ASTV xəbər.